Hər vaxtınız xeyir olsun, hər gününüz xeyirli açılsın inşallah. Ət almışdım, onları ayırıram. Sümüklərini artıq ayırıb yığmışam buzluğa. Burada yumşaq ətləri çəkdim, bir bişirim qoyuram və soğan çəkmişəm üzərinə. Əslində əvvəllər mən soğanla qoymurdum buzluğa. Amma belə çox rahat olur, düzdür? Qarışdırmadan qoyuram, üzərinə qoyuram. Qarışdıranda rəngi qaralır ətin. Bu cür eləyirəm. Hazır rahat olur belə istifadə eləyəndə də açılmağı da tez açılır. Çox da rahat olur da, yəni tez başa gəlir. Yeməyi məsələn bişirmək istəyirəmsə, açılan kimi daha üzərinə soğan əlavə etmirəm, rahat olur. Və qalan ətlərimi də çəkdim üzərinə, duzun, istiotunu əlavə edirəm. Kiftə tutacam buzluğa qoymaq üçün, kələm dolması axşam bişirməyə və biraz da ətdən ayırıram. Uşaqlar birincik istəmişdi. Onlar üçün indi birinci ayırıram, sonra düyüsün əlavə edəcəm. Burada birincikli əti ayırdım. Düyüsün, yumru düyüyüb qəşəng əlavə edirəm. Sarı kökün, duz istiotun vurmuşdum və biraz darçın əlavə edirəm. Mütləq şəkildə kələm dolmasıdır, kiftədir, badımcan dolmasıdır və qazan kotletinə az da olsa darçın əlavə edirəm. Çox ləzzətli olur. Yəni əgər sınamamısınızsa mütləq sınayın. Yəni kimə demişəm eləyibsə, yəni xoşuna gəlib həqiqətən. Və burada kiftələri tuturam. Zoğal qoyuram içinə. Alça turşum yox idi. Zoğal qoydum içinə. Hazır yeməkdir də, yəni atıram buzluğa. Nə vaxt ürəyimiz istəyəndə artıq hazırdır. Ətin açılmağını gözləmirəm. Hazır atıram, pişir. Və burada da kələm dolmasını bükürəm. Əslində kələm dolmasına şabalıdla heyva da vururuq. İndi şabalıtım yox idi, vurmuram. Amma olsa mütləq ki, istifadə edirəm. Çox ləzzətli olur şabalıdla. Və biz göyərti vurmuruq. Məsələn, biz tərəfdə göyərti ilə sevmirik kələm dolmasını. Elə yer var ki, göyərti vururlar. Məsələn, ətin içinə xeylimdə keşnişi, şüydü, nanəsi. Yəni, elə bilirəm ki, o dolmanın dadı dəyişir də. Yəni, bu ləzzəti vermir. Və dolmaları tuturam. Biraz ətimdən qalır. Biberi duzlayıram, bibərə əlavə edirəm, içini doldururam bibərin. Bibər olmayanda pomidor. Pomidorum yoxdursa, məsələn, və yaxud da bibərim də yoxdur, yarpağı eləyirəm. Yarpaq dolması, elə bir ki, qatıram bunu üzərinə belə. O da qəşəng olur. Və yaxud da ki, ətimdən lap çox qalıbsa, buzluğa atıram, nə vaxtsa istifadə eləyirəm. Və kələmin o qırıntılarını da altdan yığıram. Dolmaları düzürəm və dolmaları da sıx-sıx düzmürəm ki, qaşıqla götürəndə əzilməsin, rahatlıqla götürülür. Bu il heyvalarım, bilmirəm, sizlərdə də belə bir şey oldu ya yox. İlk dəfədir ki, belə qara heyvam çıxıbdı. Hər il mən heyva buzluğa qoyuram. Hər ildə sapsarı, rəngi də gözəl olur. Necə qoyuram, elə də götürürəm. İlk dəfədir ki, heyvaların rəngi belə qaralıbdır. Bilmirəm səbəbi nədir. Amma yenə də istifadə etdim. Heyvasız heç sevmirəm bu dolmanı. Bir ədəd pomidor kərə yağında qovururam. Və bir qaşıq da qovurulandan sonra biraz da bir qaşıq tomat əlavə edirəm. Yayda məsələn alça da əlavə edirəm, üzərinə qoyuram dolmanın üzərinə. Əslində alçam buzluqda var idi, yadımdan çıxdı, qoymamışam. Amma alça ilə də vuranda turş məzəli olur, qəşəng olur. Və dolma hazırdır. Göyərti sevməsən də bəzək üçün üzərinə vurdum. Göz haqqınızı halal edin, like etməyi unutmayın.